Fevralın 14-də gözlənilən hava şəraiti. Milli Hidrometeorologiya Xidmətinin Kaspian Presə verdiyi məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 4-9 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 753 mm civəstunundan 750 mm civəstununa enəcək. Nisbi rütubət 55-65% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 13-18 dərəcə isti. Dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti. Gündüz 8-13 dərəcə isti olacaq. Gününüzün uğurlu keçməsi diləyilə Kaspian Press hava proqnozunu təqdim etdi.